Danışıqların hansı vəziyyətdə olduğunu məndən və bir neçə nəfərdən başqa heç kim bilmir. Bu fikirləri Amerika prezidenti Donald Trump deyib. Bizim problemimiz odur ki, İranda liderlərin kim olduğunu heç kim dəqiq bilmir. Bu biraz problemdir. Onların iqtisadiyyatı çökür. Blokadanın gücü inanılmazdır. İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Bu barədə Mehr agentliyi məlumat yayıb. Hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti Tehranın bir neçə rayonunda hiss olunub. Əlavə informasiya verilmir. Reuters agentliyinin verdiyi məlumata görə İraqın Ərbil şəhəri yaxınlığında yerləşən və İrandakı hökumətə qarşı mübarizə aparan Kürd müxalifət qruplarının düşərgəsinə pilotsuz uçuş aparatı vasitəsilə hücum edilib. Hücum nəticəsində 3 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarına İran, İraq və Livana səyahət etməyi qadağan edib. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir. Hazırda bu ölkələrdə olan bütün vətəndaşlarımıza mümkün qədər tez vətənə qayıtmaları tövsiyə olunur deyə məlumatda qeyd olunub. İran Hörmüz boğazının Amerika tərəfindən blokadasına səbr edir. Bunu İran prezidenti Məsud Pezeshkian deyib. Dünya İranın sülhpərvərliyinin şahidi olub. Hazırda dəniz blokadası adı altında baş verənlər İrana qarşı hərbi əməliyyatın davamıdır. Bu ədalətsiz yanaşmanın davam etdirilməsi dözülməzdir. Yaxın Şərqdə gərginlik daha da artır və İsrail tərəfi İranla aparılan danışıqların nəticəsiz qaldığını açıqlamağa hazırlaşır. Bu barədə Əl Cəzirə məlumat yayıb. Məlumata görə tərəflər arasında aparılan diplomatik təmaslar dalana dirənib və kompromis üçün real zəmin formalaşmayıb. Amerika və İsrailin İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı tələbləri ilə Tehranın mövqeyi arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Almaniya kansleri Friedrich Merz Ukrayna böhranının həllində tamamilə faydasız oldu. Bu barədə Amerika prezidenti Donald Trump deyib. Trump kanslerə İran əvəzinə Ukraynadakı konfliktin həlli üçün çalışmasını tövsiyə edib. O, Almaniyada iflic olmuş vəziyyəti yoluna qoymaq üçün səy göstərməlidir. İrandakı nüvə təhdidini aradan qaldırmağa çalışanların işinə daha az qarışmalıdır. Yaxın günlərdə dənizdə İranın imkanları nümayiş etdiriləcək. Düşmənlər qulaqlarının dibində qorxduqları silahları görəcəklər. Bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı General Şəhram İrani deyib. General Amerikanın region sularındakı hərbi mövcudluğuna, o cümlədən Abraham Lincoln aviadaşıyıcı qrupuna toxunaraq qeyd edib ki, İran Hərbi Dəniz Qüvvələri gəmiyə qarşı hava kampaniyası həyata keçirib və bu onu əməliyyatlar apara bilməyəcək hala gətirib. O əlavə edib ki, gəmi təmirdə sonra və esminləslərin sayının artması ilə yenidən bölgəyə daxil olsa da, bu Amerikaya məqsədlərinə çatmaq imkanı verməyib. Almaniya hökuməti Amerika prezidenti Donald Trump'ın Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı bəyanatlarına təmkinli yanaşır və bu istiqamətdə kəskin addımların atılacağını gözləmir. Bu barədə Almaniyanın Xarici İşlər naziri danışıb. Onun sözlərinə görə Almaniyadakı Ramstein hava bazası, Landstuhldakı hərbi hospital, Grafenwörth təlim poligonu və Stuttgartdakı qərargah həm Amerika, həm də Almaniya üçün strateji əhəmiyyət daşıyır. Amerika bu obyektlərə ehtiyac duyur və onlar hər iki tərəfin təhlükəsizliyinə xidmət edər.